Əziz həmvətənlər, qürbətdən, Fransadan sayğı və salamlarımı uca xalqım, ulu millətim sizlərə göndərirəm. Bugün oktyabrın 1-i kiçik qardaşım Vidadi İskəndərlinin Azərbaycanın azadlığı uğrunda Fransada qətlə yetirilməsinin 1-ci il dönümüdür. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, əzizlərinə səbir versin. Əziz həmvətənlər, Vidadi ömrünün ən mənalı illərin Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparmışdır. Onun çıxışlarında da var, heç vaxt gizlətmirdi ki, əgər Azərbaycanda normal prezident seçkiləri keçirsə, prezidentliyə namizədim verəcək və deyirdi, mən prezident seçilməkdə məqsədim heç də Azərbaycanın milli sərvətini talan edib, nefti talan edib, xarici banklarda evladımın adına qoymaq yox, əksinə neft üzərində xalqı ictimai nəzarət sistemini tətbiq etmək. Bu 10 milyon xalqın çörək təhnəsidir. Onun əsas məqsədlərindən biri bu idi ki, prezident seçilərəmsə, Azərbaycanda dəyişən hakimiyyəti təmin edəcəm. Azərbaycanda ədalətli seçkiləri bərpa edəcəm. Azad mətbuatı, azad ədliyyə sistemini bərpa edəcəm. Halbuki ədliyyə sistemi siyasi sifarişlərlə siyasi şəxsləri, siyasi fəalları zindana atıb işgəncə verir və bildirmişdir ki, onlar da cəzasız qalmayacaqlar. İstər polis, istər prokurorluq, məhkəmə qanun qarşısında cavab verəcəklər. Lakin Vidadi buna müəssər ola bilmədi. Əcəl ona imkan vermədi, qatillər imkan vermədi. Əziz həmvətənlər, mən dəfələrlə demişəm, onun son vəsiyyəti mənə 30 sentyabrda oldu və həkimlər ona bildirmişdir ki, sənin sağ qalmaq şansın yoxdur. Mənə dedi, qardaş, ağlama. Mən bu yolu seçərsən bilirdim ki, məni öldürəcəklər. Amma belə namərdcəsinə öldürməyin bilmirdim. Əziz qardaşım, məni Fransada Azərbaycan bayrağı ilə dəfn edin. Nə vaxtsa Azərbaycan bu cinayətkar rejimdən qurtulandan sonra dostlarınla birlikdə mənim məzarımı anadan olduğum Göyçay kəndinə, Məlikən kəndinə köçürün. Mənə dedi, ağlama, gözünün yaşını sil, bu şəhidlik zirvəsidir. Bu şəhidlik zirvəsinə ucalmaq hər adamın işi deyil. Bu mənim seçdiyim yoldur və bu yoldan peşman deyiləm. 3 dəfə Azərbaycan, 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 sənə qurban olum, deyərək gözlərini əbədə yumdu. Əziz həmvətənlər, onun arzuları ürəyində qaldı. Amma o heç vaxt gizlətmirdi ki, mən əminəm ki, mənim Azərbaycanım nə vaxtsa azad olacaqdır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Məzarları nurla dolsun, məkanları cənnət olsun. Əziz həmvətənlər, o mənim qardaşım deyildi, həm də mənim dostum idi. Məni tərk etdi, mən bu dünyada tək qaldım. Amma əziz həmvətənlər, mən tək də olsam dünyanın ən zəngin insanıyam. O demək deyil ki, mənim milyardlarla pulum var. Heç ehtiyatda $1 da yoxdur. Mənim Şimali Azərbaycanda 10 milyon, Cənubi Azərbaycanda 35 milyon Azərbaycan xalqı adında sərvətim var. Kim bu xalq özünə sərvət bilirsə, o dünyanın ən zəngin adamıdır. Və hesab edirəm ki, Azərbaycan xalqını özünə sərvət bilən Azərbaycanda 10 minlərlə, 100 minlərlə insanlar var. Hamınıza təşəkkür edirəm, uca Allaha əmanət olun.